Salam. Bu videoda ədəd orta mövzusuna baxırıq. Əgər izahların davamlı olmağını istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Başlayaq araşdırma müzakirə hissəsindən. Müxtəlif qutularda satılan şokoladların sayı bu qutuların üzərində yazılıb. Qutulardakı şokoladları Lalə, Elxan və Samir arasında bərabər necə bölmək olar? Əgər 3 nəfərin arasında bərabər bölmək istəyiriksə, biz ümumi şokoladların sayını tapmalıyıq. Yəni 8 üzərinə gəlinsin 6 üzərinə gəlinsin 10. Bərabərdir 24. Biz tapdıq ki, ümumi 24 ədəd şokoladımız var. 3 nəfər arasında da bərabər bölmək istəyiriksə əgər, 24 bölünsün 3. Cavabımız da olur 8. Hər birinə 8 ədəd şokolad düşür. Baxaq öyrənmə hissəsinə. Biz orta əmək haqqı, orta sürət, orta temperatur ifadələrini tez-tez eşidirik. Eyni kəmiyyət müxtəlif qiymətlər ala bilər. Məsələn, gün ərzində heyvanın temperaturu müxtəlif qiymətlər alır. Havanın temperaturunu bilmək, geyimi düzgün seçməyə, görüləcək işləri planlaşdırmağa kömək edir. Kəmiyyət müxtəlif qiymətlər alırsa, bu qiymətləri bir ədədlə ümumiləşdirmək olar. Bunun üçün bu qiymətlərin ədəd ortasından istifadə olunur. Bir neçə ədədin ədəd ortasını tapmaq üçün bu ədədləri toplayıb alınan cəmi onların sayına bölmək lazımdır. Yəni ədəd orta bərabərdir. Alınan bütün ədədlərin cəmi bölünsün həmin ədədlərin sayı və yaxud da ədəd orta bərabərdir. Kəsr şəklində eyni bölmə əməlini kəsr şəklində yazın. Məsələn, səhər hava temperaturu 21 dərəcə, günorta 28, axşam 23, gecə 20 dərəcə olarsa, gün ərzində orta temperaturu belə tapmaq olar. Alınan bütün dərəcələri toplayırıq, bölürük onların sayına və tapırıq ədəd ortanı. Deməli, gün ərzində havanın orta temperaturu 23 dərəcə olub. Bu qaydaya əsasən də gəlin çalışmaları tapmağa başlayaq. Verilmiş ədədlərin ədəd ortasını tapın. Baxaq A variantına. A variantında neçə ədəd verilib? 2. Onların cəmi 16 üzərinə gəlinsin 10, bölünsün onların sayı bərabərdir. Cəm nədir? 26. 26 bölünsün 2-də olur 13. A variantının cavabı oldu 13. Baxaq B variantına. Yenə də 2 ədəd verilib. 13 və 21. Bölünsün onların sayı. 34 bölünsün 2. Bərabərdir 17. B variantının cavabı oldu 17. C variantı. 2, 4 və 6. Bu səfər 6 ədəd verilib. Yəni bunların cəmi 3 ədəd verilib daha doğrusu. Yəni bunların cəmi bölünsün bunların sayı. Cəm eləyir 12, bölünsün 3-də olur 4. C variantının cavabı olur da 4. Baxırıq D variantına. D variantında yenə də 3 ədəd verilib. 12 üzərinə gəlinsin 25, üzərinə gəlinsin 44. Bölünsün onların sayı, yəni 3. Bərabərdir. Cəm nə eləyir? 37 üzərinə gəlinsin 44, o da eləyir 81. Bölünsün 3. Bu da eləyir 27. D variantında cavabı olur 27. Baxaq Y variantına. Burada artıq 4 ədəd verilib. Yəni onların cəmi 34 üzərinə gəlinsin 56, 27 və 3 bölünsün 4-ə. Bərabərdir. Bura eləyir 90, burada eləyir 30. Cəm də olur 120. 120 bölünsün 4-də bərabərdir 30-a. Y variantında da cavab oldu, ədəd ortamız 30. Baxaq indi F variantına. F variantında 5 ədəd verilib. 7 üzərinə gəlinsin 16, 1, 15 və 6. Bölünsün 5. Cəmləri nə eləyir? 31, 37, 38 və 45. 45 bölünsün də 5 olur 9. F variantındakı ədəd ortamız da olur 9. Baxaq G variantına. G variantında 4 ədəd verilib. 67 üzərinə gəlinsin 4, 23 və 50. Bölünsün 4. 94 üzərinə 50 gələndə olur 144. 144-ü də 4-ə böləndə olur 36. G variantında da ədəd ortamız oldu 36. Baxaq H variantına. H variantında 5 ədəd verilib. 33 üzərinə gəlinsin 53,
4, 0 və 11 bölünsün 5. Baxın, burada 0 sizi çaşdıra bilər ki, yəni cəmə heç bir təsiri yoxdur. 4-ə bölüm, amma xeyr. 0 da orada onun 5-ə bölünməsində təsir göstərir. Yəni o da bir ədəd sayılır. Gəlin cəmi tapaq. 86, 90 və 101. 101 bölünsün 5. Bu da eləyir 20 tam 5-də 1, o da olur 20 tam 10-da 2. H variantında da ədəd ortamız oldu 20 tam 10-da 2. Baxaq I variantında verilib 4 ədəd. 1 tam 10-da 6, üzərinə gəlinsin 3, üzərinə gəlinsin 2 tam 10-da 2 və 4 tam 10-da 4. Bölünsün 4. Bərabərdir. Cəmləri nədir? 6, üzərinə gəlinsin 5 tam 10-da 2, yəni 11 tam 10-da 2. Bölünsün 4. Bu da eləyir 2 tam 10-da 8. I variantında da ədəd ortamız oldu 2 tam 10-da 8. Baxaq J variantına. J variantında da yenə də 4 ədədimiz verilib. Gəlin bunları toplayaq. Ortaq məxrəcimiz burada nə olacaq? Əlbəttə ki 12 ən böyüyü. 4-də 3, üzərinə gəlinsin 6-da 5, 12-də 7 və 2-də 1 bərabərdir. Hər birinin məxrəcini 12-yə tamamlayırıq. 4-ü 12-yə tamamlamaq üçün 3-ə vururuq. Ona görə 3-ü də 3-ə vururuq. 9. Üzərinə gəlinsin. 6-nı 12-yə tamamlamaq üçün 2-yə vurduğumuz üçün 5-i də vururuq 2-yə. Üzərinə gəlinsin 10. Üzərinə gəlinsin. Burada 12 qaldığı üçün elə 7 yazırıq. Üzərinə gəlinsin. Bunu da 12-yə tamamlamaq üçün 6-ya vururuq. Ona görə 1-i də 6-ya vururuq. Üzərinə gəlinsin 6. Bərabərdir. 19, 26 və 32. 32 bölünsün 12. Gəlin 4-ə ixtisar eləyək. 8 bölünsün 3. 3-də 8. 3-də 8-i də bölürük 4-ə. Çünki 4 ədədimiz var. 3-də 8 bölünsün 4. Gəlin bunu vurma şəklində yazaq. Vurma şəklində olanda nə olurdu? İkinci ədədimiz tərs çevrilirdi. Yəni 3-də 8 vurulsun 4-də 1. Bərabərdir. 4 ilə 8 ixtisar gedir. 4-də burada 2 qalır. Yəni cavabımız oldu 3-də 2. J variantında da ədəd ortamız oldu 3-də 2. Baxaq ikinci çalışmaya. Kəmiyyətlərin aldıqları qiymətlərin ədəd ortasını tapın. Yenə də ədədlərin ədəd ortasını tapırıq və qarşısına kəmiyyətini yazırıq. Baxaq A variantına. Ədədlərimiz nədir? 68, 45 və 34. Gəlin birinci cəmlərini tapaq. 68, 45 və 34. Bərabərdir. Cəmləri nə olacaq? 113. 113-ün üstünə də 34 olur. 147. 147-ni də gəlin neçə kəmiyyət verilib? 3. 147 bölünsün 3. O da bərabər olur 49-a. Ədəd ortamız nə oldu? 49. Yanına da kəmiyyətini yazmalıyıq. 49 sm. Baxaq B variantına. 1, 2, 3, 4. Yenə də cəmlərini tapıb 4-ə bölməliyik. 1 tam 10-da 3. Üzərinə gəlsin 2 tam 10-da 2. 6 tam 10-da 4 və 4 tam 10-da 1. Bərabərdir. 3 tam 10-da 5. 9 tam 10-da 9 və 14. 14-ü də bölürük 4-ə. Nə olur? 3 tam 10-da 5. Nə oldu ədəd ortamız B variantında? 3 tam 10-da 5 kilometr. Baxaq C variantına. C variantında da neçə kəmiyyət verilib? 3 ədəd. 12 üzərinə gəlsin 16, üzərinə gəlsin 11. Cavabımız nə olur? 39. 39 bölünsün 3-də 13. 13 nə? Kiloqram. Cavabımız oldu ədəd ortamız 13 kiloqram. Baxaq D variantına. 2-də 1 üzərinə gəlsin 5-də 3, 5-də 4 və 10-da 1. Yenə də ortaq məxrəcə gəlməliyik. Hansına gələ bilərik? Əlbəttə ki, ən böyüyünə, yəni 10-a. 10-da 2-ni 10-a tamamlamaq üçün 5-ə vururuq. Ona görə də 1-i də 5-ə vururuq. Yəni 5 üzərinə gəlinsin.
5-i 10-a tamamlamaq üçün 2-yə vurmuşuq. Ona görə 3-ü də 2-yə vururuq. 6 üzərinə gəlinsin. Yenə də 2-yə vururuq. 4-ü 2-yə vururuq. 8. Üzərinə gəlinsin. 1 olduğu kimi qalır. 1. Bərabərdir. Onda nə olur? 13, 14, 20. Cavabımız oldu 2. 2-ni də nəyə bölürük? 4-ə. 2 bölünsün 4-də olur 0,5. Ədəd ortamız nə oldu? 0,5 ton. Və yaxud da kəsir şəklində də yaza bilərsiniz. 2də 1 ton. Baxaq Y variantına. Aha. 0,4 üzərinə gəlinsin 3,2, 1,8 və 5,4 bərabərdir. 5, 10,4 və 10,8. 10,8 də bölürük 4-ə. Bərabərdir 2,7. Ədəd ortamız da oldu 2,7 litr. Baxaq sonuncuya, F variantına. Aha, bəzilərini onluq kəsir şəklində, bəzilərini isə kəsir şəklində verilib, adi kəsir şəklində. Ona görə gəlin onluq kəsirə çevirək hər birini. Yəni 0,75 üzərinə gəlinsin 0,2 və 0,25. Bu ikisini toplayanda elə eləyir 1. 1-in üzərinə də 0,2 olur 1,2. Bölürük 3-ə, 1,2 bölünsün 3 də olur 0,4 saat. Yəni 10-da 4, 5-də 2 saat. Ədəd ortamız oldu 5-də 2 saat. Keçək 3-cü çalışmaya. Suallara cavab verin. Aynur riyaziyyat fənni üzrə il ərzində 5 dəfə keçirilən qiymətləndirmədən 74, 89, 63, 96 və 94 bal toplayıbsa, onun ballarının ədəd ortası nə qədərdir? Yenə də hər birini toplayırıq və ümumi imtahan sayına. Neçə dəfə keçirilib? 5 dəfə. Yəni 5-ə bölürük. 74, üzərinə gəlinsin 96, üzərinə gəlinsin 89, 63 və 94. Bərabərdir. İlk ikisinin cəmi nə eləyir? 170. 170 üzərinə gəlinsin 89 olur 259, üzərinə 63, 313, yox. 259, üzərinə gəlinsin 63, eləyir 322, üzərinə gəlinsin 94 də olur 416. Aha. Ümumi cəmimiz oldu 416 bal. İndi bunları imtahanların sayına bölməliyik, yəni 5-ə. 416 böl 5 bərabərdir 80, 3,2. Ədəd ortamız oldu 83,2. Gəlin B variantına baxaq. Şirniyyat mağazasında 1-ci həftə 37, 2-ci həftə 43, 3-cü həftə 52, 4-cü həftə isə 40 tort satıldı. Bir həftədə orta hesabla neçə tort satıldı? Yenə də cəmini tapırıq. Ümumi verilən bizə həftə 4 həftədir. 4-ə də bölürük. 37 üzərinə gəlinsin 43. Üzərinə gəlinsin 52, üzərinə gəlinsin 40. Bərabərdir. 80 üzərinə 40, 120, 172. 172 bölünsün 4-də olur 43. Hər həftə orta hesabla 43 tort satılıb. Baxaq 4-cü çalışmaya. Cədvəldə usta əlinin il ərzində aylar üzrə qazandığı pul manatla verilir. Usta əlinin il ərzində ümumi qazancı nə qədər oldu? Ümumi qazancı tapmaq üçün toplayırıq. Ümumi usta əlinin il ərzində orta aylıq qazancı deyəndə də əlbəttə ki, ədəd ortanı tapırıq. Yəni tapdığımız cəmi ümumi ayların sayına, yəni 12-yə bölürük. Gəlin cəmləri tapaq. Yanvarla gəlin iyunu toplayaq. Yanvar və iyunu topladıq. Nə oldu? 2000. 2000. Üzərinə gəlinsin nə gələk? Aprel və fevralı, yəni 2500. Cəmi oldu 4500. Aprel və fevral. Aha. İndi gəlin martla mayı gələk. Martla mayı toplayanda nə eləyir? 2400. Üzərinə 2400 də gələndə olur 6900. İndi gəlin üzərinə sentyabrla oktyabr gələk.
Bunları toplayanda nə eləyir? 2800. 6900 üzərinə 2800 gələndə nə eləyir? 9700. İndi gəlin iyulla avqustu toplayaq. Nə eləyir? 2430. Bu cəmin üzərinə 2430 gələndə nə qədər eləyir? 12130. Nə gəldi? İyul, avqustu. Son olaraq noyabr, dekabr toplayanda nə eləyir? 2270. Bunun üzərinə 2270 gələndə nə eləyir? 14400. Aha, ümumi cəmi tapdıq 14400. Yəni usta əlinin ümumi illik qazancı nə qədərdir? 14400 manat. Usta əlinin il ərzində orta aylıq qazancı nə qədərdir? 14400-ü bölürük 12-yə. Bərabərdir. 1, 2, 1200. 1200 manat usta əlinin orta aylıq qazancıdır. Keçək öyrənmə hissəsinə. Ədəd orta və ədədlərin sayına görə cəmin tapılması. Ədədlərin sayı və onların ədəd ortası verildikdə, bu ədədlərin cəmini tapmaq olar. Bunun üçün onların ədəd ortası ilə sayının hasilini tapmaq lazımdır. Ədədlərin cəmi bərabərdir, ədəd orta vurulsun ədədlərin sayı. Məsələn, 6 ədədinin ədəd ortası 8 olarsa, həmin ədədlərin cəmini belə tapmaq olar. 8 vurulsun artı, yəni ədəd orta vurulsun ədədlərin sayı bərabərdir ədədlərin cəmi. Baxaq çalışma 5-ə. Hesablayın. 5 ədədin ədəd ortası 7 olarsa, onların cəmi neçədir? Baxaq düsturumuza. Ədədlərin cəmi bərabərdir ədəd orta vurulsun ədədlərin sayı. Ədəd ortamız nədir? 7. Ədədlərin sayı nədir? 5. Ədədlərin cəmini tapmaq üçün də 5-i vururuq 7-yə. Olur 35. Yəni onların cəmi oldu 35. 9 ədədin ədəd ortası 1,2 olarsa, onların cəmi neçədir? Yenə də 1,2 vurulsun 9. Bərabərdir. Nə eləyir? 10,8. Burada da ədədlərin cəmi oldu 10,8. Baxaq çalışma 6-ya. Verilməyən ədədi tapın. 3 ədədin ədəd ortası 15 və ədədlərdən ikisi 16 və 15 olarsa, 3-cü ədədi tapın. Deməli, biz birinci ədədlərin cəmini tapmalıyıq. Onun üçün də ədədlərin sayını və ədəd ortasını bir-birinə vururuq. 3 vurulsun 15. Bərabərdir 45. 45 bizdə nə oldu? Ümumi ədədlərin cəmi, 3 ədədin cəmi oldu. Və ikisi də nədir bizdə? 16 və 15. 16 üzərinə gəlsin 15 bərabərdir 21. 31 daha doğrusu. Üçüncü ədədimizə də gəlin x deyək. Bunların üçünün cəmi olmalıdır 45. Yəni 31 üzərinə gəlsin x bərabərdir 45-ə. Burada da x bərabərdir 45 çıxılsın 31. Yəni x bərabərdir 14. Üçüncü ədədimiz nə oldu? 14. Baxaq B variantına. 4 ədədin ədəd ortası 3,6 və onlardan 3-ü 4,5, 2,3 və 7,1 olarsa 4-cü ədədi tapın. Gəlin 4-cü ədədə x deyək. Və ümumi bu 4 ədədin cəmini tapaq. 4 ədəd verilib və onların ədəd ortası 3,6-dır. Yəni 3,6 vurulsun 4. Bərabərdir. 14,4. Bütün ədədlərin cəmi oldu 14,4. Nəyin cəmi? 4,5, 2,3, 7,1 və x. Gəlin tənliyimizi yazaq. 4,5, 2,3, 7,1 üzərinə gəlsin x bərabərdir 14,4. Cəmimiz nədir? 6,8 üzərinə gəlsin 7,1 nə eləyir? 13,9. Üzərinə gəlsin x bərabərdir 14,4. X-imiz nə olur? 0,5. Dördüncü ədədimiz də oldu 0,5. Baxaq C variantına. 4 ədədin ədəd ortası 5,2. Gəlin ədədlərin cəmini tapaq. 4 vurulsun 5,2. Nə olur? İxtisar olunmur deyə 4 vurulsun 2. Yəni 8 bölünsün 5. O da bərabərdir 1,5-də 3. Yəni 1,6. Ədədlərimiz isə 2-də 1, 5-də 4 və 4-də 1 olarsa 4-cü ədədi tapın. 4-cü ədədə yenə də x deyək gəlin. Və bunu düzgün olmayan kəsir şəklində yazaq. Yəni 5-də 8 bərabərdir. 2-də 1 üzərinə gəlsin. 5-də 4, 4-də 1 və x. İndi gəlin kəsirlərimizi ortaq məxrəcə gətirək. Ortaq məxrəc olaraq 20-ni götürək.
5-i 20-yə gətirmək üçün 4-ə vurmalıyıq. Ona görə 8-i də 4-ə vururuq. 32 bərabərdir. 2-ni 20-yə gətirmək üçün 10-a vururuq. Ona görə 1-i də 10-a vururuq. Yəni 10 üzərinə gəlinsin. 5-i 20-yə gətirmək üçün 4-ə vururuq. Ona görə 4-ü də 4-ə vururuq. 16. Üzərinə gəlinsin. 4-ü 20-yə gətirmək üçün 5-ə vururuq. Ona görə 1-i də 5-ə vururuq. 5 üstəgəl x. İndi gəlin sürəti hesablayaq. Sürət nə olur? 31. Yəni tənliyimiz bu hala gəlir. 20-də 32 bərabərdir. 20-də 31 üzərinə gəlinsin x. X də burada nə olur? 20-də 32 çıxılsın 20-də 31. X-imiz də oldu 20-də 1. C variantında cavabı oldu 20-də 1. 20-də 1. Aha, keçək 7-ci çalışmaya. Suallara cavab ver. 3 kitabın qalınlıqlarının ədəd ortası 2,1 sm-dir. Onların birinin qalınlığı 2,4, digərinin isə 1,9 sm olarsa, 3-cü kitabın qalınlığı nə qədərdir? Ümumi 3 kitabın qalınlığını tapmaq üçün biz nə etməliyik? Ədəd ortanı vurmalıyıq onların sayına, yəni 3-ə. 3 vurulsun, ədəd ortamız da nədir? 2,1. Yəni ümumi kitablarımızın cəmi qalınlığı nə olur? 6,3 sm. 2 kitabın qalınlığında bizə verib 2,4 və 1,9. 3-cü kitabın isə qalınlığını soruşur. Gəlin 3-cü kitabın qalınlığına x deyək və tənliyimizi bu şəkildə yazaq. 2,4 üzərinə gəlsin 1,9 üzərinə gəlsin x bərabərdir 6,3. Nə olur? 4,3 üzərinə gəlsin x bərabərdir 6,3. X-imizi də nə tapırıq? 2 tapırıq. 3-cü kitabın qalınlığı 2 sm-dir. 4 qələmin orta qiyməti 60 qəpikdir. 4-cü qələmin qiyməti nə qədərdir? 3 qələmin qiymətini bizə verib və 4-cünü istəyir. 4 qələmin orta qiyməti 60 qəpikdirsə, gəlin ümumi 4 qələmin cəmi qiymətini tapmaq üçün onların saylarını orta qiymətə vuraq. Yəni 4 vurulsun 60 qəpik bərabərdir 240 qəpik. 240 qəpik də nədir? 2 manat 40 qəpik. 4-cü qələmin qiyməti nə qədərdir? Tənliyi də belə yazaq. Gəlin 70 qəpin yerinə elə burada yazıldığı kimi 0,70 manat, %70 manat üzərinə gəlinsin 1,20, üzərinə gəlinsin 0,40, üzərinə gəlinsin 4-cü qələmin qiymətinə də x deyək, üzərinə gəlinsin x bərabərdir 2,40 qəpik manat. Gəlin indi bu üçünü toplayaq. Nə eləyir? 1,90 və 2,30. Aha. Tənliyimiz oldu 2,30 üzərinə gəlsin x bərabərdir 2,40 manat. X-imiz də nə olur? 2,40-dan çıxırıq 2,30-u bərabərdir 0,10. Yəni 10 qəpik. 4-cü qələmin qiyməti nə qədərdir? 10 qəpik. Keçək 8-ci çalışmaya. Suallara cavab verin. Elxanın babası arada dincəlməklə 3 saat ərzində 10,8 km yolu piyada qət etdi. Onun orta sürəti nə qədər oldu? 3 saat ərzində 10,8 km yolu piyada qət eləyib. Yəni ümumi qət elədiyi yol 10,8 km-dir. Nə qədər saat ərzində? 3 saat ərzində. Ona görə də ümumi yolu bölməliyik zamana ki, orta sürəti tapaq. Yəni 10,8 bölünsün 3. Cavabımız nə olur? 3,10 6 kilometr saat. Baxaq B variantına. Avtobus aralarında 360 km məsafə olan A şəhərindən B şəhərinə saat 11:00-da yola düşdü. O bəzi yerlərdə dayanmaqla B şəhərinə saat 16:00-da çatdı. Avtobusun orta sürəti nə qədər oldu? Gəlin ümumi yolda olduğu vaxtı tapaq. Yəni çatdığı saatdan yola düşdüyü saatı çıxırıq. 16:00 çıxılsın 11:00. Nə qədər elədi? 5 saat. Düz deyil. Deməli 5 saat yolda olub. Orta sürəti də tapmaq üçün ümumi qət elədiyi məsafə də nə qədərdir? 360 km. A şəhərindən B şəhərinə gedib və aralarında da 360 km məsafə var. Ümumi məsafəni bölürük zamanı. Bərabərdir. Nə eləyir? 72. Cavabımız da oldu 72 km saat orta sürətimiz. Baxaq məsələ 9-a.
Cədvəldə Əsmər nənənin 3 inəkdən bir gündə sağdığı südün miqdarı litrlə verilmişdir. Əsmər nənə bir inəkdən orta hesabla gündə neçə litr süd sağdı? Deməli, sarı inəkdən sağılan südün miqdarı 18, boz inəkdən 23, qara inəkdən isə 16-dır. Gündə Əsmər nənə bir inəkdən orta hesabla gündə neçə litr süd sağdı? Biz nə etməliyik? Ümumi sağılan südün miqdarını tapmalıyıq, yəni bunların hər birini toplamalıyıq. Daha sonra da inəklərin sayına bölməliyik, yəni 3-ə. 18 üzərinə gəlsin 23, üzərinə gəlsin 16. Bərabərdir 41, üzərinə də 16, 57. 57-ni də bölürük 3-ə. Bərabərdir 19. Əsmər nənə bir inəkdən orta hesabla gündə 19 litr süd sağalıb. Baxaq 10-cu məsələyə. İdman yarışında hər idmançının nəticəsi 5 nəfərdən ibarət münsiflər heyətinin verdiyi balların ədəd ortası kimi hesablanır. Cədvəldə 2 idmançıya münsiflərin verdikləri ballar təsvir olunub. Hansı idmançının nəticəsi daha yüksəkdir? Neçə bal? Cədvəldən görürük ki, 5 münsiflər heyəti var və hər birində də 5 nəfər var. Deməli, ümumi münsiflər heyətində cəmi 25 nəfər var. Və hər biri də idmançıya bir bal verir. Hər münsiflər heyətində də ədəd ortası tapılır və iştirakçıya o bal verilir. Biz, məsələn, birinci münsiflər heyətində ümumi balı tapmaq üçün hər birində neçə nəfər var? 5 nəfər. Verilən balı, yəni bu 8 ədəd ortada əslində. 8-i vururuq 5-ə, olur 40. Birinci münsiflər heyətinin Aynura verdiyi ümumi bal olur 40. İkinci münsiflər, yenə hər birində 5 nəfərdir. Yəni hər bir balı vururuq 5-ə. İkinci münsiflər heyəti Aynura cəmi 35 bal verib. 5-i vurdum 7-yə. Üçüncü münsiflər heyəti nə qədər verib? 5 vur 9, 45 bal. Dördüncü münsiflər heyəti 5 vur 9, yenə də 45 bal. 5 vur 8, 40 bal. 5-ci münsiflər heyəti. Gəlin indi Səbinənin ballarını tapaq. Yenə də hər bir balı vururuq 5-ə. Birinci münsiflər heyətindən 45 bal, ikincidən 40 bal, üçüncüdən 45, dördüncüdən 40, beşincidən yenə də 40. Hansı idmançının nəticəsi daha yüksəkdir? Neçə bal? Gəlin indi hər birini toplayaq və ümumi nəticəni tapaq. 40 üzərinə gəlsin 35, 75, 45, 120, 165 və 205. Aynurun topladığı ümumi bal oldu 205. İndi gəlin Səbinəninkini tapaq. 85, 130, 170 və 210. Səbinə isə 210 bal toplayıb ümumi. Hansı idmançının nəticəsi daha yüksəkdir? Səbinənin neçə bal? 5 bal daha yüksəkdir. Cavabımız oldu 5 bal. Baxaq 11-ci məsələyə. Kitab yarmarkasında Anar 5 kitab, Səbinə 6 kitab aldı. Anarın aldığı kitabların orta qiyməti 3 manat 40 qəpik, Səbinənin aldığı kitabların orta qiyməti isə 2 manat 40 qəpik oldu. Kim kitablar üçün daha çox pul ödədi? Nə qədər çox? Yəni indi hər birinin ümumi kitablar üçün nə qədər pul xərclədiyinə baxaq. Anarın aldığı kitabların orta qiyməti 3 manat 40 qəpikdir. Anar nə qədər kitab alıb? 5 kitab. Gəlin ümumi kitabların qiymətini tapaq. Onda necə tapırıq? Kitabların sayını orta qiymətə vururuq. Yəni 5 vurulsun 3 manat 40 qəpik. Bərabərdir nə qədər? 17 manat. Anar 5 kitab üçün cəmi 17 manat pul xərcləyib. İndi gəlin Səbinəninkini tapaq. Səbinə nə qədər kitab alıb? Səbinə 6 kitab alıb. Kitabların orta qiyməti nə qədərdir? 2 manat 40 qəpik. Səbinə isə 14 manat 40 qəpik pul xərcləyib. Səbinə daha az xərcləyib. Kim kitablar üçün daha çox pul ödədi? Əlbəttə ki, Anar nə qədər çox? 17 manatdan 14 manat 40 qəpik çıxırıq. Nə qədər eləyir? 2 manat 60 qəpik. Nə qədər çox? 2 manat 60 qəpik. Samir əvvəlcə 1 saat ərzində 6 kilometr, sonraki 1 saat ərzində isə 8 kilometr yol qət etdi. Ümumi neçə saat yolda oldu Samir? 2 saat düz deyil, 1 saat, 1 saat. 2 saat. Bəs ümumi nə qədər yol qət eləyib? İlk 1 saat ərzində 6 kilometr, digər 1 saat ərzində isə 8 kilometr. Yəni 6 üzərinə gəlsin 8, ümumi 14 kilometr yol qət eləyib. Orta sürəti də tapmaq üçün ümumi yolu bölürük ümumi zamana. 14 bölünsün 2 də olur, 7 km saat oldu bizim orta sürətimiz. Cavabı 7-dir.
Baxaq 13-cü məsələyə. Xətti diaqramda bir ailənin ilin ilk 6 ayında kommunal xərcləri təsvir edilmişdir. Bu ailənin orta aylıq kommunal xərcləri neçə manatdır? Yəni, hər bir ayı tapırıq diaqram vasitəsilə. Yanvar ayı nə qədərdir? 110. Fevral ayı 120. Mart ayı yenə də 120, 110. May 90 və iyunda 80. İndi gəlin toplayaq və ayların sayına, yəni 6-ya bölək. 110 üzərinə gəlsin 120, 230. Yenə də 120, 350. 110, 460. Üzərinə 90, 550. Üzərinə yenə də 90, 80 olur 630. Ümumi 630 manat kommunal xərcləri olub 6 ay ərzində. Amma bizdən orta aylıq kommunal xərci soruşduğu üçün ayların sayına bölürük. Yəni 630 bölünsün 6. Bərabərdir 105 manat. Orta aylıq kommunal xərcləri də oldu 105 manat. Baxaq 14-cü məsələyə. Xətti diaqramda bir həftə ərzində hər gün saat 12-də ölçülən temperatur təsvir edilib. Həftə ərzində orta temperatur nə qədər olub? Orta temperaturu soruşur. Yenə də hər bir temperaturu diaqram vasitəsilə müəyyən edirik. Birinci gün 27, ikinci gün 26, 28, 28, 30, 27 və yenə də 30. Gəlin indi hamısını toplayaq. Nə qədər eləyir? 53, 81, 109, 139, yenə də 30, 169, üzərinə də 27 olur 196. Ümumi bütün dərəcələrin cəmi oldu 196. İndi gəlin bunu da günlərin sayına bölək, çünki bizdən həftə ərzində orta temperatur soruşur. Böl 7 də olur 20, nə qədər? 28. Orta temperaturumuz da oldu 28 dərəcə. Cavabımız oldu 28. Baxaq 15-ci məsələyə. Sütunlu diaqramda basketbol komandasında iştirak edən 5 oyuncudan 4-ünün boyu verilib. 4-ünün boyunu gəlin müəyyən eləyək. Aynur 135, Elxan 155, Lalə 140, Samir isə 160 cm-dir. Aha, 5-ci oyuncu isə Səbinədir. Komandadakı oyuncuların orta boyu 145-dir. Yəni 5 oyuncunun boyları toplanıb, 5-ə bölünüb və 145 alınıb. Səbinənin boyu nə qədərdir? Gəlin indi tənliyimizi yazaq. 135 üzərinə gəlinsin 155, 140 və 160. Və üzərinə gəlinsin Səbinənin boyu, yəni x. Bu vurulsun. Yox, bərabərdir. 145 orta boyda axı. 145 vurulsun bunların sayına. Nəyə? Yəni 5-ə. Mötərizəyə ehtiyac yox idi burada. Gəlin indi toplayaq. 290. Burada 300. Toplayanda nə qədər elədi? 590. Yəni 590 üzərinə gəlsin. X bərabərdir. Gəlin bunu da vuraq. Nə qədər eləyir? 725. X-i də tapmaq üçün 725 çıxılsın 590. Səbinənin boyunu da nə qədər tapdıq? 135 cm. Səbinənin boyu nə qədərdir? 135 cm. Bugünlük bu qədər idi. Sağ olun.